Ölkə ərazisində fəaliyyət göstərən heyvan bazarlarında mərhələli şəkildə müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Səbəb isə region ölkələrində heyvanlar arasında xüsusi təhlükəli yoluxucu xəstəliklərin yayılmasıdır. Bu məqsədlə Qida Təhlükəsizliyi Agentliyi Binəqədi heyvan bazarında monitorinq keçirib. Bazarın fəaliyyəti müvəqqəti dayandırılıb. Binəqədi çatışmazlıq aşkarlanan yeganə bazar deyil, ətraflı sujetdə. Azərbaycanda daxil olmaqla bir sıra ölkələrdə yoluxucu heyvan xəstəlikləri yayılıb. Heyvan xəstəliklərinin qarşısını almaq, biotəhlükəsizliyi qorumaq və insanların sağlamlığını təmin etmək məqsədi ilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən monitorinq tədbirləri həyata keçirilir. Olduğumuz bu bazarda isə vəziyyət heç də ürək açan deyil. Görüntülərdən də aydın olur ki, tullantılar bu cür bazarın ətrafına atılır. Bir sözlə nə dezinfeksiya işləri aparılır, nə də ki, sanitar qaydalara riayət olunur. Bugünkü bazarda da hər hansı biotəhlükəsizlik tələbləri gözlənilməyib. Bazar elə yaradılmalıdır ki, ora keçən nəqliyyat vasitələri mütləq dezobaryerdən keçərək dezinfeksiya olunmalıdır. Heyvanların avtomobildən düşürülməsi və yüklənməsi müəyyən şəraiti olan yerdə aparılmalıdır. Eyni zamanda həm satılan, həm alınan heyvanların qruplaşaraq daşınması üçün ayrıca yerlər ayrılmalıdır. Ərazidə aşkarlanan nöqsanlar səbəbindən Binəqədi heyvan bazarının fəaliyyəti müvəqqəti dayandırıldı. Müvəqqəti olaraq xəstəliyə görədir, nəyə görədirsə bağlayırlar. Amma burada antisanitar vəziyyət də hökm sürür. Bizimki buradır, qapıdan, dəmirdən içəri. Çöl bizim deyil. Biz malqara gətirirdik bu rayon bazarlarına bura satmağa. Faktiki xəstəliklə bağlı bazarlara məhdudiyyət qoyulduğuna görə hal-hazırda gətirmirik. Bu qabaq deyilən xəstəlik də hər il olur da, yəni təsərrüfatda olmayan bir şey deyil. Satışa icazə vermirlər. Nə vaxt açılacaq, onda da satılacaq da heyvanlar. Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdürü Qalib Əbdüləliyev bildirdi ki, monitorinq aparılan digər bazarlarda da çatışmazlıqlar var. Ölkə ərazisində fəaliyyət göstərən bütün heyvan bazarlarında oktyabrın 25-dən etibarən mərhələli şəkildə müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Buna səbəb region ölkələrində heyvanlar arasında xüsusi təhlükəli yoluxucu xəstəliklərin yayılmasıdır. Risklər nəzərə alınaraq heyvanların hərəkətinə ölkə daxilimizdə daşınmasına nəzarət gücləndirilib və bu məqsədlə heyvanların daha çox toplanaraq satıldığı yerlərdə xəstəlik yayılma riskləri yaranır. Ona görə də bu qərar qəbul olunub ki, vəziyyət stabilləşənə qədər heyvan bazarlarının fəaliyyəti müvəqqəti olaraq dayandırılsın. Bununla yanaşı ölkəyə idxal olunan heyvanlar da karantinə yerləşdiriləcək, onlara klinik baxış keçirilərək laborator diaqnostik nümunələr götürüləcək. Mümkün infeksiya yayılmasının qarşısını almaq üçün kəsim məqsədi ilə idxal edilən heyvanlar istisna olmaqla Gürcüstan mənşəli iri və xırdabuynuzlu heyvanların Azərbaycandan tranzit daşınması ölkəmizə idxal da oktyabrın 25-dən məhdudlaşdırılacaq. Ölkə üzrə heyvan kəsimi məntəqələrinin fəaliyyəti isə əvvəlki qaydada davam edəcək. Məhəmməd Hacızadə, Pərviz Əliyev, ATV Xəbər.